Aha, burada 2 xanım görürəm. Xanımlar. Bir dəqiqə olar sizi. Mən istəyərdim ki, sizi öz çalışdığım şirkətə dəvət edeyim. Mən elə bir şirkətdə çalışıram ki, işim onlayndır və çalışdığım şirkətdə xanımlar onlayn çalışa bilir. İstəyərdiniz şirkətimiz haqqında? Şirkətin Faberliq. Bugün hər kəsin tanıdığı bir şirkət. Hər kəs Faberlikdədir. Siz necə? Yox, Faberliksə yox. İstəmirəm. Aha, Faberliksə yox. Necə bir dənə vaxtınızı alıram, üzrlü sayın. Nəyə görə yox? Çünki hər kəs Faberlikdədir bugün. Aha, demək ki, tanınmış bir şirkət tanıyırsınız və hər kəsin burada olduğunu düşünürsünüz. Bəli, kimi dindirsək deyir Faberlikdə qeydiyyat bayaq. Bəs necə özünüz Faberlik məhsulları alırsınız? Faberlik məhsulları istifadə edirəm, çox bəyənirəm. Düzünü deyim ki, Faberlik məhsullarını çox bəyənirəm, amma heç zaman işləməyi düşünmürəm. Amma kimdənsə alırsınız? Kimdən alıram, hə? Mən təklif edərdim ki, ən azından düşünürəm ki, yəni bu sizin üçün əlavə bir yük olmayacaq. Mən sizə köməklik göstərim. Faberlikin mobil tətbiqini yükləyək, qeydiyyatdan keçirdim sizi və siz də ən azından məhsulları endirimli qiymətə alasınız. Hələ üstəlik bu kataloqda gözaltı paçlar hədiyyə olunur. Sizə hədiyyə verəcəyik. Düşünüm, bilmirəm. Dəstək olacaqsınız. Biz bir-birimizi tanımırıq. Amma düşünürəm ki, yəni ki, etibar eləmirsiniz. Mən çox olunub indiyə qədər. Bilmirəm, düşünürəm. Sadə xanım nə deyirsiniz bəlkə? O qədər uğursuz insanlar var ki, Faberlikə qeydiyyatdan keçmişəm, deyir, çıxmışam, işləmişəm, qazanmamışam. Ona görə nə bilim, biraz tərəddüdüm var. Mənə çox təəssüflər gəlir, bilmirəm. Bəlkə gəlin yoxlayaq, gəlin oturaq 2 dəqiqə vaxtınızı alacağam. Sizə şirkətimizin məhsullarını, endirimli qiymətlərini, bonuslarını hər birini etab-etab göstərəcəm. Özüm şəxsən sizlə danışacağam. Faberlikdən bir ətri istifadə edirəm, düzünü desəm. O ətri çox bəyənirəm. Yudaşkin var, qızılgül qoxulu ətri, onu çox bəyənirəm. Bilmirəm. Gəlin başlayaq. Mənim necə deyim, bugünkü təklifimə yox deməyin. Ola bilər. Sizdə o işığı aldım. Həqiqətən də sizi çağırmaqda da məqsədim o idi ki, Faberlikdə yaxşı var, bilirsiniz, güzəldir. İstifadə edirəm. Hə, təbii ki, Bəlkə bir şey düşünürəm ki, bəlkə xanımın təklifini dəyərləndirək. ola bilər. Bir tətbiqi göstərir, məhsulları göstərir. Qiymətlərindən falan. aha, başlayaq o zaman qeydiyyat eləyək. Əlavə suallarınızı onlayn cavablandıracağam. Bütün sistemi sizə izah edəcəm. Təşəkkür edirəm dəvətimi qəbul etdiyiniz üçün. Mənə yox demədiyiniz üçün. Biz təşəkkür İnşallah peşman edirik. olmarıq. İnşallah ki, uğurlu olar. Səadət xanımın artıq qeydiyyatı hazırdır və o artıq qeydiyyatdan keçdi. Məhsullarla tanış oldu. Gör burada nə qədər çeşid var. Halbuki bir yağ çözücü vasitəni Demək belə tanıyırdı. rahat imiş qeydiyyat olmaq, məhsullara baxmaq. Çeşidlərə bax, qəndə. Bizə endirim olunur da, eləmi? Əlbəttə ki, 20% endirim olunacaq. Növbəti pillədə 50 bal edərsinizsə 26% endirim olunacaq. Sadəcə bir dənə ətirlərə bax bir dənə. Hal-hazırda kataloqumuzda da gözaltı paçlar var, 55 manatdır. Bilməm, 119 sevdiyim ətir var, 119 çeşid ətir var. Vay. Ay, Onda bu qiymət bizə gələn qiymətdə endirim olunur. Əlbəttə ki, hər biri endirimli məhsullardır və siz də artıq endirimli qiymətə məhsullar alacaqsınız. Bu günümüzü mən Bu düşünürəm ətri o qədər ki, çox hər bəyənirəm. üçümüz dəyərli keçirdik. Həm siz endirimli məhsullar alacaqsınız, həm də mən yeni bir məsləhətçi qazanmış oldum. hə, bunu çox bəyənirəm, çox Mən Valentini çox bəyənirəm. İnşallah Mənə ki, Valentini sifarişləriniz 60 çox manata olar. vermişdilər. Sadəcə bax İnşallah. görə Valentini neçədir? Mən 60 manata onu almışdım. Necə rahat imiş proqramı istifadə etmək. Bax, həm bəylər üçün var, həm də xanımlar üçün. Aa. 35 manata Mən qəndə. bunu İkisini ala Mən bilərdim. bunu 60 manata almışam, mənə 60 manata verib. Hələ altdakı qiymət Yudaşkin Roz Gold Bunu çox bəyənirəm. 22 manatdır. Ay, bu endirimdəymiş. Sağ olun, sizə təşəkkür Endirimləri edirik. izləməyinizi tövsiyə edirəm və Sizə daima təşəkkür edirik. siz sağ İnşallah olun. gedək, özümüzü sınaqdan keçirək də. Məncə də. Əslində ətrafım genişdir, bəlkə də təşrif eləsəm qoşulanlar olar. Valideynlər var, bağçaya gedir uşaq, qonşularım var. Bəli. Həqiqətən də burada qazanacağımızı bilsək, gecə gündüz çalışarıq. Mənə də xoş oldu sizinlə tanış olmaq.